hansı ki Allah Taala öz mübarək kitabında nəyi isbat etmişdirsə də, Əhl-i Sünnə vəl Cəmaə Allah Taala'nın kəlamına, Quran-ı Kərimə tabe olaraq Allah Taala'nın özünü vəsf etdiyi vəsfləri isbat edirlər. İsbat edirlər Allah Taala'ya təhrif etmədən və həmçinin tətil, inkar etmədən və həmçinin keyfiyyət vermədən deməli, dedim ki, elə zahiri ayələr var ki, müqəddimədə, yəni təşbihi gərəkdirir. Mən dəlillə suala cavab verirəm. Elə Quran-ı Kərimini başqa yerə getmirəm. Quran-ı Kərimini elə suala cavab verirəm. Bax, Allah Teala deyir ki, Bismillahirrahmanirrahim. Və məkəru və məkərəllah vallahu xayrul məkirin. Deyir ki, Allah Subhanahu taala onlar hilə işlətdi. Allah da hilə işlətdi. Allah deyir, hilə işlədənlərin, hilə quranların ən yaxşıdır. İndi bax, məsələ nədən ibarət? Bir nə sözümü tamamlayayım, sonra inşallah cavab. Məsələ nədən ibarət? Hansı ki, Orxan qardaş öz müqəddiməsində deyir ki, biz sifətləri neyinirik? Zahiri mənalarla, yozmadan, yəni təbil etmədən ispat edilir. İndi həmən bu Ali-İmran surəsi 54-cü ayəti var. Həmən bu ayənin zahirindən biz nə başa düşürük? Allaha hansı sifəti ispat eləməliyik, isnad eləməliyik? Eyni sifət həm Allah üçün işlənir, həm də məxluq üçün işlənir. Burada nə etməliyik? Burada artıq təbil eləməliyik ki, biz bu sifətləri öz zahiri mənasından Allah Subhanahu taalaya yaraşmayan şəkildə nisbət edirik. Bu yox, o suala cavab deyil axı. Mən dedim ki, deməli elə ayələr var ki, onun zahiri küfrü gərəkdirir. Yəni elə ayələr varmı Quran-ı Kərimdə ki, yəni o ayələrin zahiri küfrdür. Oxudum da, qardaş. Yəni sən deyirsən ki, ayələrin bildim də, yəni sən onda deyirsən ki, elə ayələr var ki, o ayələrin zahiri küfürdür. Yəni Allah Subhanahu wa Taala, yəni ən bəlağətli kəlam Allaha məxsus olduğu vaxt sən deyirsən ki, Allah Taala özünü vəsf etməyə, yəni bacarmır. Allah Taala özünü vəsf etməyə yaxşı bacarmır və Allah Subhanahu wa Taala həmən o sifətləri deyəndə özü barəsində haqqı gizlin saxladaraq onu bizim ağlımıza buraxır ki, həmən biz ağlımızla həmən o ayələrin zahirini inkar edərək özümüzdən mənə əlavə eləyək. Baxmayaraq ki, sən razısanmı ki, Allah Taala'nın kəlamı ən bəlağətli kəlamdır? Bəli, bax, Orxan qardaş. Gözəl insan. Dəlil, Quran-ı Kərimdən dəlil xahiş edirəm. Bu Ali-İmran surəsinin ki, Allah Subhanahu taala deyir ki, onlar hilə işlətdi, Allah da hilə işlətdi. Allah hilə işlədənlərin ən xeyirlisidir. Qardaşımız müqəddimədə nə dedi? Dedi ki, zahiri mənalarla, baxın, məsələ nədən ibarətdir? Qardaş deyir ki, Allah Subhanahu taala bəyəm özünü vəsf eləyə bilmir ki, onu bizim ağlımıza buraxır. İndi biz bu sözün müqabilində qardaşa deyirik ki, qardaş, Ali-İmran surəsi 54-cü ayədəki həmən bu sifəti Allaha nisbət edirsən, yoxsa təbil edirsən? Deməli, bu sualın cavabı da aydındır. Yəni, belə deyək, elm olmadığı üçün, İbrahim, elm olmadığı üçün müəyyən ayələri başa düşməmək o ayrı şeydir. Biri də var ki, Əhl-i Sünnə vəl Cəmaə elə sifətlər var ki, Allah Taala'nın sifətləri bir yöndən isbat etsən naqislikdir. Yəni, Allah Taala o sifətlər ilə Əhl-i Sünnə vəl Cəmaə deyir ki, mütləq şəkildə o sifətlərlə sifətlənmir, mütləq şəkildə. Və o sifətlər naqis sifətlər adlandırılır. Hansı ki, Əhl-i Sünnə Allah Taala'dan o sifətləri uzaq tutur, yalnız müqabilində olanda savayı, istisna olmaqla. Yəni Allah Taala mütləq şəkildə deyək ki, Allah Subhanahu taalanın məkr adı var və yaxud da Allah Subhanahu taala mütləq şəkildə məkrlə, yəni sifətlənir. Sən Əhl-i Sünnə vəl Cəmaədən bir dənə də olsun belə bir söz tapa bilməzsən.
Yox, xeyr. Biz əhl-i-sünnə vəl cəmaədən zaten dəlil gətirməyəcək. Zaten biz Quran-ı Kərimdən kənara çıxmıyıq. Yox, Biz, yəni bəli. Səbr elə qardaş. Səbr elə. Bax, gözəl insan. Özün dedin ki, Allah Subhanahu wa Ta'ala'ya biz məkr sifətini isbat eləmirik. Düzdür? Nə fikirlisən bunu Allahdan? Allah. Bəli, mütləq şəkildə. Mütləq şəkildə. Əhsən. Məkr yaxşı nədir? Bunun mənası nədir? Məkrin Allah məkr işlətdi. Yəni nə işlətdi? Yəni Allah Subhanahu wa Taala ona qarşı o cür edənlərin qarşısında onların etdiyi feil ilə aciz deyil eynisini qaytarmağa. Əhsən. Aydındır. Allah Taala, əhsən. Allah Taala ən bəlağətli, ən fəsahətli kəlam Allah Taala'nın kəlamıdır. Bəli. Allah Taala doğru danışan daha heç kim yoxdur. Kim ola bilər Allahdan doğru danışan? Allah Subhanahu wa Taala özünə məkr sifətini isbat edir, amma sən gəlib bu sifəti təbil edirsən. Öz sözüvə, qardaşım, öz sözüvə uyğun mən sənə cavab verirəm. Deyirəm ki, Allah bəyəm acizdirmi ki, bu məkr sözünün yerinə başqa bir söz işləsin? Allah Taala məkr deyir, əhl-i-sünnə vəl cəmaə gəlir deyir ki, yox, bu məkr deyil, bu Allaha yaraşmır. İndi Təbil, qardaşım. Əziz izləyicilər, yəni mən burada məkri təbil etdim, yoxsa İbrahim sən məni yaxşı eşitmisən? Bax, bu məkr. Qardaşım, Yox, sən mənə oradan deyirsən ki, sən təbil etdin. Bax, səbirli ol da. ya sualınızı qardaş, sualınızı verək. Səbirli ol, xahiş edirəm da. Sən bax artıq Qardaş, sualınızı verək, cavab verəm. səbirli ol, ay İbrahim, səbirli ol. Sən deyirsən ki, Sual verim ki, sonra suala cavab ver də. Axı sən mən sual verməmiş sualıma necə cavab sən verəm? sual vermirsən axı, sən artıq məni böhtan atıb ittiham edirsən ki, mən təvil elədim, yozdum o sifəti. Məgər, əziz izləyicilər, Qardaşım, məkrin zahiri nədir? bəli, Məkrin zahiri nədir? məkrin zahiri biz müqəddimədə dedik ki, hər bir sifəti Allah Taala'ya layiq şəkildə bənzətmədən və həmçinin keyfiyyət vermədən Allah Subhanahu wa Taala'ya layiq şəkildə isbat edirik. Yox, qardaş, onu Dedim ki, sormuram. ay sağ ol. Əgər sən məkr sifətini özünün məkrin kimi Allaha isbat edirsənsə də onda təşbihə düşürsən. Qardaşım, məkrin zahiri nədir? Məkrin zahiri yəni insanın sifəti olaraq məkr naqis sifətdir. İnsanın sifətini soruşmuram. Ümumən səndən bir dənə söz soruşuram. Bəs mən də sənə deyirəm ki, Allah Taala'nın sifətləri insanların sifətlərinə bənzəmir. Ay qardaş, Allahın sifətini sor. Deyirəm, bax, sual verirəm, elementar bir şey. Məkrin zahiri nədir, qardaş? Xahiş edirəm bu suala cavab ver. Sualı mən cavab verdim. Sən mənim sualımdan qaçır. Mən sənə dedim, bax gör nə deyirəm. Səbirli ol, səbirli ol. Məkrin zahiri gözəl insan. Bax dedim da, mən sənə deyirəm ki, sən de yaxşı, sən deyirəm, məkrin zahiri nədir? Yox, mən sənə sual. Sən mənə niyə sual versən ki, eyni sualı? Çünki mən sənə əvvəlcədən dedim ki, sən dediyinə görə ayələrin zahiri küfrü gərəkdirir, düzdürmü? Sən deyirsən bir tərəfdən nala muxa vurursan, cəhd deyirsən yox, mən o söz demirəm. İstəyirsən ki, kiminsə ağzından eşidəsən, o da eşitməyəcəksən. Yox, məkrin deyəcəksən, bax qardaş, dedin ki, Quran-ı Kərimdə bəyəm Allah Taala zahirindən küfür anlaşılan, ümumiyyətlə Quran-ı Kərimin zahirində küfür mü var? Allahın kəlamında küfür mü var? Mən də sənə deyirəm, qardaş, xahiş edirəm, Allahın sifətini soruşmuram, məxluqun sifətini soruşmuram, elementar sadə bir sual verirəm. Deyirəm, məkrin zahiri nədir? Xahiş edirəm buna cavab ver. Mən də sənə deyirəm ki, Azərbaycan dilində sən demirsən küfürdür. Onda denən ki, Allah Taala'nın həmən o ayəsinin zahiri küfrü gərəkdirir. Burada nə var ki? Qardaş, mən heç nə demirəm. Bax, bu suala, qardaş, biz burada söhbət ediriksə, sən mənə bir sual versən, mən o sualın cavabını bilməsəm, deyəcəm ki, qardaş, mən o sualın cavabını bilmirəm. İstəyirsənsə bu məsələni keçək, istəyirsənsə bəhsi burada saxlayaq. Mən bu sualın cavabını bilmirəm. Vallahi belə səmimi olacaq. İndi mən səndən soruşuram. Deyirəm ki, məkrin zahiri nədir? Suala cavab olmaq. Ay sağ ol, yaxşı. Deməli, məkrin zahiri hansı ki, istehza etmək, aldatmaq, düşməni, bu kimi bunun mənaları var məkrin. Əhsən, gözəl. İndi